Cəbi nerede görmək var? O deyə dincəlir. Belə havada yatmaq olar. Görün necə gün çıxır. Hava da insan kimidir. Ona bel bağlamaq olmaz. Yəni insanlar belə etibarsızdır. Lazımdır. Bilirəm Bakıdan gəlmişsiniz. Gözləyirdim sizi. Tələsirsiniz? Bəli, safxoza gedib qayıtmalıyım. Bəlkə bir yerdə gedək. Apararsınız? Nə deyirəm? Saat 5'te işim var, çalışma istedim. Ne bileyim, çalışalım. Bağışla. Köhnə dəyirmanın yanında bir balaca işim var. Lap yolun üstündədir. Gözləyərəm. Siz mənim sualıma cavab vermədiniz. Hansı sualınıza? İnsanların etibarsızlığı barədə. Adam var ki, ona Allah kimi inanırsan. Sonra görürsən ki, çaqqalın biridir. Meşə çaqqalsız olmaz. Bilirəm, o saata görə gəlmişsiniz. Necə deyərlər, həm ziyarət, həm ticarət. Saatı ziba tapmayın. Mən vermişəm ona. İnanmırsınız? Əgər doğrudan da belədirsə, inanıram. Görürəm ki, məndən şübhələnirsiniz. Düzdür, mən keyf çəkməyi xoşlayan adamam. Lap elə bu maşında cəmaatı qadağan olunan vaxtlarda ova da aparmışam. Bilirdim ki, belə olmaz. Amma adam öldürmək mənim əlimdən gəlməz. Həm də ölünün cibin soymaq. Əclaflığa bax. İndi yəqin fikirləşirsiniz ki, cəbi bildiklərinin hamısını deməyəcək. Bəlkə də bir başqasının haqqında heç bir şey deməyəcəm. Amma özüm barədə arxain olun. Hər şey olduğu kimi deyəcəm. İş belə olun. O gecə evə qaydırdım. Özüm də bərk keyfliydim. Kavinkaya girdim, gördüm yerdə saat var. Götürdüm. Səhər eşitdim ki, adam öldürürlər. Nə bileydim saat 10'da. Sadı kabinaya kim qoya bilərdi? Deyəsən, düşmüşəm onun izinə. Mən bunu yoxlamalıyam. O adamın adını sizə deyəcəm. Mütləq deyəcəm. Cəbi, Darıxmayın. Deyəcəm.
Cəbi! Cəbi! Sizə nə olub? Çox pis xəbərdir. Köhnə dəyirmanda Cəbini öldürdülər. Bıçaqla, kürəklə. Ertələr 210, 207-yə. Mən necə işləyirsiniz? Qəbul. Müşahidəni davam etdirin, müşahidəni davam etdirin. Mən necə işləyirsiniz? Qəbul. Ətrafda şübhəli nə görsəz məlumat verin. Qəbul. Başa düşdüm. Yoldaş mayor, 210-un verdiyi məlumata görə ətrafda şübhəli heç bir şey görünmür. Çox sağ olun. Dəstək 11 santimetr. 11. Yaranın uzunluğu 40 millimetr. Bıçağın çöldə qalan hissəsi 32 millimetr. Yaranın dərinliyi təxminən 70 millimetrdir. Buyurun çəkin. Siz elə güman eləyirsiniz ki, bu qatili tanıyırdı? Bəli. Mən buna əminəm.
Bunu arxivdən, Qəmərlinin apardığı işlərdən tapmışam. Bu cinayəti 1939-cu ildə Qurdun bandası törədib. Qurdun adı nə olub? Cəbrayıl. Başına 4-5 quldur toplayıb o vaxtlar dağlarda gizlənirmiş. Qəmərli köməkçiləri ilə Qurdun dəstəsini izləyirmiş, amma tuta bilməyiblər. Qəmərlinin köməkçilərindən sağ qalanı var. Bəli. İsmail Hüseynov. Sizə elə gəlmir ki, bu cinayətlərin üçündə törədən eyni adamdır.